Çaldıran savaşında Şah İsmayıl həyat yoldaşını döyüş meydanında qoyub qaçmışdı. Bəlkə də sual yarana bilər ki, niyə görə məsəl üçün də mən Avropalı müəlliflərə daha çox istinad edirəm? Çünki Avropalı müəlliflər bu məsələdə neytraldılar. Mən ona görə daha çox onu. Mən hansı Azərbaycan aliminin adını burada söyləsəm, bəlkə də fikirləşərlər ki, bu Azərbaycan alimidirsə, yəqin ki, bəli, Səfəvilərin tərəfini tutur və s. belə. Roger Savory adlı bir İngilis alim var. Özü sırf Səfəvişünas bir alim idi. Çox sayıda əsərləri var, məqalələri var, monoqrafiyası var və s. Yəni Səfəvi araşdırmacıları arasında Qərb aləmində, Avropada xüsusən ən önəmli araşdırmacılardandır. Hətta mən gəlib bəlkə də ən önəmli araşdırmacı. Roger Savory'nin Taclı xanım adlı bir məqaləsi var. O məqalədə Roger Savory həm Osmanlı mənbələrini araşdırır, həm Səfəvi mənbələrini, həm Avropa mənbələrini və s. Taclı xanımın əsir edilmədiyi nəticəsinə var. Az əvvəl dediyiniz həmin o İtaliyalı müəlliflər, Venesiyalı müəlliflərdən söz açdınız siz. Həmin o Venesiya mənbələrində onların arasında tacir var. Bilirsiniz, anonim Venesiyalı tacir deyə anılan bir adam var. Çaldıran müharibəsi zamanı, daha doğrusu ondan əvvəlki zamanlarda Azərbaycanda olub. Amma həmin o Angelello dediniz, Katerino Zenoki dediniz, onların ölümündən sonra onların səyahatnamələrini uzadan, onlara zeyillər hazırlayan şəxslər Çaldıran savaşından söz açarkən deyirlər ki, Şah İsmayıl xanımı, Taclı xanımı da yanına alaraq Təbrizdən ayrıldı. O dövrün Venesiyalı mənbələrində olan bir məlumat. Daha sonra Səfəvi mənbələri də eyni faktlar. Səfəvi mənbələri də Taclı xanımın Çaldıran savaşında şəxsən iştirak etdiyi və oradan sağ-salamat ayrılıb yenidən Şahın yanına gəldiyini xüsusi olaraq O özü də iştirak edib orada. Təbii ki, əlbəttə deyirlər ki, ailəsi yaxınlığındaymış və güya ki, Taclı xanım da savaşda iştirak edir. Daha sonra Osmanlı mənbələri də eyni zamanda. Mən sizə deyim ki, ilk zamanlarda bu Çaldıran savaşı sonrasında yazılan Osmanlı mənbələrində də Taclı xanım haqqında ümumiyyətlə onun əsir düşməsi haqqında heç bir məlumat yer almır. Ədai Şirazi adlı bir Osmanlı müəllifi var. Bu özü İranlıdır, amma sünni olduğu üçün Osmanlı'nın tərəfində yer alır. Ədai Şirazinin Səlimnaməsi var. Çox uzun bir əsərdir. Şah İsmaildən çox narazı olan bir adamdır. Şah İsmail haqqında həqarətlər yazılan. 1520-21-ci illərdə hazır edilməsi. Bir kəlmə belə Taclı xanımın əsir düşməsi və yaxud da Aləmşah bəyimin öldürülməsi haqqında heç bir məlumat vermir. Yəni ilk dövr mənbələrində. Hardandır bu məlumatlar? Bu məlumatları ortaya atan 16-cı əsrin son illərində, baxın, bu hadisədən uzun illər sonra, 16-cı əsrin son illərində əslən İsfahanlı olan, yenə də İranlı sünni bir ailədəndir özü, Xoca Sadəddin Əfəndi. Osmanlıda yüksək vəzifələr tutan bir adam olub, hətta bir müddət Osmanlıda Şeyxülislamlıq məqamında belə yüksəlib. Xoca Sadəddin ilk dəfə, o da 100% vurğulamır ki, Taclı xanım əsir düşür. O deyir ki, bu arada iki dənə məlumat var. Bir məlumata görə döyüşdən xilas olub, oradan ayrılır. Bir məlumata görə isə ola bilsin deyirlər əsir düşür. Bax, belə bir şayiə şəklində beləymiş. Amma 17-ci əsr Osmanlı müəllifləri artıq bunu, artıq sanki həqiqətən də real bir hadisə kimi oxuculara izah edirlər, anlatırlar. O dövrdə Səfəvilərlə Osmanlılar arasında ideoloji, eyni zamanda psixoloji bir savaşda var idi və Osmanlı müəllifləri Şah İsmailin anasını öldürülməsi, daha sonra arvadının əsir düşməsi falan kimi belə şayiələr uydurmaqla, eyni zamanda Səfəvilər bu şayiələrlə bir növ sıxışdırırdılar, onları hörmətdən salmaq istəyirlər. 16-cı əsrin sonlarında uydurulmuş olan bir şey. Belə bir şey də var ki, Taclı xanım əsir düşüb güya. Daha sonra Nəsib Paşazadəyə öz qızıllarını verib güya. Nəsib Paşazadə də bunu artıq əsirlikdən buraxıb. Yəni bu tamamilə absurd bir iddiadır. Birincisi, həmin müəlliflər iddia edirlər ki, Taclı xanım əlində qılınc vuruşurdu. Əlində qılınc vuruşan bir xanımın üstündə qızıl, nə bilim, cəvahirət neyinir. İkincisi də ki, Sultan Səlim bilirsiniz də zalım bir hökmdar. Bəli, bu fakt əgər mənbələrdə əksini tapırsa, bunu hamı bilir. Belə bir adamın sağ qalması mümkün idimi yəni? Şahın həyat yoldaşını əsir sonra da qızıllarını alıb buraxıb. İkincisi də qızılları Taclı xanımın ona verməsinə nə ehtiyac var? Və əsir olan bir şəxsin nəyisə müzakirə eləmək, özü üçün bir imtiyaz əldə etmək, nəyisə verib xilas etmək imkanı mı var? Üçüncüsü, Nəsib Paşazadə Taclı xanımı əsir alıb Sultan Səlimin huzuruna aparsaydı, ondan da çox qızıqlara Sultan Səlim verərdi. Bunlar tamamilə absurd və Osmanlı müəlliflərinin çox sonralar uydurduqları hadisələr bunlar yəni. Çünki ilk zaman Osmanlı müəllifləri belə bir iddia etmirdilər. Tacizadəyə güya
Fazlı xanımın ərə verildiyi haqqında bir iddia var. Sultan Səlimin saray adamlarındandır. Hacızadənin deməli həyatı haqqında ən səhih, ən ətraflı məlumatı Paşazadə adında bir Osmanlı müəllifi var. O deməli onun həm də müasiri olub. Hacızadənin müasiri. O yazır. Orada onun bütün həyatını anlatır. Çaldıran səfərində iştirak edir. Amma Fazlı xanımla bağlı heç bir fikir orada önə sürmür. Yəni də heç bir. Yəni belə bir şey olsa həqiqətən də Fazlı xanımla evlənilsəydi əgər, bu adamın ilk tərcümeyi halını yazan adam Aşıq Paşazadədir. Elə onun əsərində bu faktın yer alması. Roger Savory İngilis bir araşdırmacı, o məsələni ətraflı araşdırır. Və ondan əvvəl Seydağa onu bax, məsələn, Azərbaycan barədə Seydağa bax, 1981-ci ildə çıxan Fazlı xanım adlı bir məqaləsi var. Hələ Savory'dən 20 il əvvəl. Amma mən niyə məsələn onun adını anladım? Çünki deyəcəklər ki, bu Seydağa onun Azərbaycanlı müəllifdir. Bu yəqin ki, Səfəvilərə simpatiyadır. Amma Roger Savory'dəki Səfəvilərin simpatizanı adlandıra bilmərik. Çox təşəkkür edirəm Namiq müəllim. Çox möhtəşəm müsahibə oldu. Hesab edirəm ki, əgər siz də razı olsanız, bizim Səfəvilərlə bağlı növbəti verilişimiz də olar. Bu oxucularla da bağlı, oxucuların da marağına səbəb olar. Əgər izləyicilər siz də istəyirsinizsə, şərh bölməsində yazın. Bu fikirlə, bu müsahibə ilə bağlı fikirlərinizi qeyd edin. Namiq müəllim, mən sizdən inşallah növbəti müsahibə üçün də vaxt istəyəcəm. Əgər imkan olsa, Səfəvi mövzusunu davam etdirək. Çünki çox mühüm mövzudur, çox mühüm faktları burada siz açıqladınız. Mən sizə çox büyük minnətdarlığımı bildirirəm ki, özünüzün işiniz həddindən artıq olduğu bir dövrdə bizə vaxt ayırdınız. Bir daha sizə minnətdarlığımı bildirirəm. Bu qədər hörmətli izləyicilər. Namiq müəllim, son sözünüz varsa deyə bilərsiniz. Buyurun. Çox sağ olun. Mən də minnətdarlığımı ifadə etmək istəyirəm sizə. İnşallah ki, izləyicilərin də yeni sualları olarsa, mən yenə də hazıram. İnşallah ki, daha sonraki zamanlarda yenə də bu cür ünsiyyətimizi sürdürərik.